qarşı-qarşıya. Bizim efirimiz canlıdır. Artıq Instagramda da bu barədə məlumat verdim ki, çox maraqlı və bütün valideynləri belə deyim, cəlb eləyəcək bir mövzudur. Dərsliklərin vəziyyəti. Dərsliklərlə bağlı çox belə deyim, negativ fikirlər var idi bir arada. Xoşa gəlməz məqamlar var idi. Elə bayaq araşdırma da aparanda gördük ki, hətta millət vəkilləri də bu məsələ ilə bağlı fikir söyləmişdir. Amma bugün necədir vəziyyət? Bugün dərsliklərdən negativ hallar varmı? Kobud səhvlər varmı? Hər halda vəziyyətə bir qarşı-qarşıyanın baxış pəncərəsindən baxacağıq. Əlbəttə zəngləri gözləyəcəm. Canlıdır efirimiz. Əziz tamaşaçılar, Əhli Azərbaycan nömrələri göstərin efirdə, Ülviyə xahiş edirəm. Problemlər varsa dərsliklərlə bağlı, xüsusən dildə imtahan bitdi. Birinci belə deyim də qəbul imtahanının ilk belə deyim bölümü bitdi. Bir də növbəti bölüm olacaq inşallah və uşaqlarda belə bir fikir var idi ki, situasiyalarla bağlı ki, suallar düşmüşdü. Çox çətin idi və onları biz dərs vəsaitində görmədik. Həmin o situasiyalarla bağlı. Niyə yox idi həmin situasiyalar? Düz dedim. Niyə yox idi və belə çıxan uşaqların hamısı belə şok vəziyyətində çıxır ki, axı bunlar dərsliklərdə yoxdur, bunlar niyə sağlanıb bizə bax bu situasiyalarla bağlı və uşaqların çoxu da səhv etmirəmsə, indi ekspertlər söyləyəcək, həmin o situasiyada belə deyim də axsamışlar. Nəysə, mən çox danışmayacağım, telefon nömrələr açıqdır, canlı efirə hər kəs zəng eləyib suallarını verə bilər. Kamran Əsədov, dostumuz, təhsil üzrə ekspert, xoş gəlmişsiniz, xoş gördük. Şərif Ağayar, Qanun Nəşriyyatının redaktoru. Şərif bəy, xoş gəlmişsiniz, xoş gördük. İlham Əhmədov, təhsil üzrə ekspert, doçent, xoş gəlmişsiniz. Mərcan Klinikasının nevrologu Qalib Qasımov sponsorumuzdur və Qalib mən ilk reklama qədər bizdən əyləşəcək. Xoş gəlmişsiniz, xoş gördük. Azərbaycan Respublikası təhsil... Hələ indi başlayıb. İndi hərəkətə gəlir. İlham mən, eşitmək istəyirəm sizi. Mikrofon var mı yaxanızda? Buyurun. Bir-biri hamımız fikir. Mənə doğrudan belə müəllimlərin bilik səviyyəsi demək ki, Əskər müəllim dediyi qədər o səviyyədə deyil ki, onlar əlavə dərslik... Gedib əlavə yüngül kitablar axtarırlar ki, o kitablar... Yüngül də elə ağır kitablardır. Mən də bilirəm, Namazovun kitabı... Mən indi Namazov yadıma düşdü də, başqa o qədər kitablar var ki, mikrofonun zəhmət olması. Mən birinci o bayaqdan gələn valideynin sualına cavab vermək istəyirdim. Məktəb dərsliyi elə halda olmalıdır ki, hətta məktəbə bir ay gedməyən şagird xəstəlikdən digər səbəbdə. Evdə oturub o kitablarla oxuyub öyrənməyə bacarmalıdır. Rahat evdə oturmalıdır, oxumalıdır. Biz məktəbdə oxuyanda Sovet dönəmində dərsliklər elə idi. Hətta yayda uşaqlar var idi ki, dərslikləri alırdıq, sentyabr, oktyabr ayının materiallarını yayda oxuyurduq, öyrənirdik. Avqust oturub oxuyurduq, bəli. Yəni, material elə olmalı ki, çünki biz deyirik, şagirdlər müstəqil informasiyanı qəbul eləməyə hazır olmalıdır. O hazırlığı da, bax, elə öyrənə oxuyuq. Yəni, heç kəsə müraciət eləmədən, heç bir sual yaranmadan, o məntiqi ardıcılıqla o mətinləri davamını oxumalı, bacarmalı. Yəni, dərslik müəllifləri birinci bunu nəzərə almalıdırlar. İkinci sual oldu, deməli, dərslikdə olmayan sual ola bilərmi? Məsələn, o fəndən asıl. Məsələn, riyaziyyatda minlərlə misal, məsələ salmaq olar, dərslikdə yoxdur, amma onun analoji misalları dərslikdə var. Əmsallar dəyişir, fizikada da bu mümkündür, kimyada da bu mümkündür. Amma deyək ki, humanitar elmlərdə o faktlar məktəbdə yoxdursa, onu oraya salmaq o qədər da düz olmazdı. Üçüncü də başqa mikrofon əlimə düşüb deyə bir dəfə ürəyimi boşaltmaq istəyirəm. Buyurun, buyurun. Çox yaxşı haldır ki, tez-tez sizin kanal təhsilə dair verilişlər verir və hər dəfə də təhsilin bir problemini qaldır, bir elementini qaldırırlar. Problemini bir elementini. Yəni biz hər dəfə mozaikanın bir daşını götürüb baxırıq, qoyuruq yerine. Amma biz mozaikaya bir kənardan baxmalıyıq ki, görək biz necə mozaika qurmaq istəyirik. O mozaika reklamlardan sonra quraqmı? Görək qura bilirikmi? Reklamlara bağlanaq, reklamlardan sonra enerjini saxlayın efirdə. Qalmışdıq İlham müəllim, buyurun. Mozaika qururduq. Mozaikada qalıb, bəli. Deməli, biz hər dəfə təhsilin hansısa bir detalını müqayisə edirik də və biz bu müqayisələri, təhlilləri 10 ildə apara bilərik, təhsildə heç nə dəyişməyəcək. Biz buna biraz konseptual baxmalıyıq. Bu proseslərə biraz kənardan baxmalıyıq ki, biz hansı məsələləri, hansı ardıcılığına müzakirə edirik və niyə müzakirə edirik və bunların, bu problemlərin mənbəyi nədir? Təəssüf ki, buna heç nazirlikdən də belə bir baxış yoxdur. Məsələn, təhsil sistemi bir neçə moduldan ibarətdir.
Birincisi tədris metodik təminat. Bax bu dərsliklər onun içindədir. Bəli. Kurikulum dərsliyi və s. İkincisi maddi texniki təchizat. Bu da məlumdur. Məktəb bina, avadanlıq, Bəli. kompüter və s. Üçüncüsü kadr təminatı. Müəllimlər, məktəb direktoru. Və dördüncüsü də təhsilin idarə edilməsi və onun elmi təminatı. Bəli. Bax bu axırıncısı bizdə zəif olduğuna görə aşağıda bu problemlər yaranır. Biz belə bir deyim var, deyir, pis şagird, pis müəllim, pis məktəb yoxdur, pis təhsil sistemi var. Bax biz o sistemin özünü düzəltməliyik bu konseptual baxışla. Ondan sonra bax bu məsələlər hamısı öz həllini tapacaq. Məsələn, dərsliklə əlaqəli Nazirliyin dərslik siyasəti var. 2006-cı ildə mən belə qəbul olunub. Normal siyasətdir. Amma təəssüf ki, illər ərzində onun tətbiqinin həmişə təhrif olunmuş olmada gedir. Məsələn, müəlliflərin seçilməsi düzgün aparılmayıbdır. Elə vaxt olub bir adam 1-ci sinifdən 11-ci sinifə qədər bütün dərsliklərin müəllifi olubdur. Bu təbii ki, bəli, təbii ki, bir insanın fiziki imkanı daxilində olan şeydir. İnformatika onun içindədir də. İnformatika da ona daxildir. Nəysə, bax, o təhsildə dərslik siyasəti var, amma onun tətbiqi tərif olunur. Yəni, bu idarəetmə sistemi düz olsa, qəbul olunan qərarlar pis, yaxşı, orta səviyyəlidir. Onlar normal tətbiq olunsa, bu problemlər tədricən öz həllini tapar. Mən görürəm, 30 ildir dərslikdən söhbət edirik. 30 ildir dərsliklərdə problemlər var. Amma bir dönəm daha kobud səhvlər var idi. Çox kobud səhvlər var idi bir arada. Yox, hamısı bax o seçimdəndir. Bax əvvəllər əsgər müəllim uzun müddət təhsil sistemində işləyir, nazirlikdə işləyir, bu işləri bilir. Mən biraz uzaqdan müşahidə edirəm. Məsələn, bir müddət, 15 il bundan əvvəl Təhsil Nazirliyi bütün dərsliklərlə bağlı səlahiyyətləri nəşriyyatlara vermişdi. Nəşriyyatlardan elə bilir ki, o müqavilələr elə bağlanmışdı ki, nazirlik nəşriyyatlardan asılı idi. Nəşriyyat özü müəllif seçirdi, özü olanla müəyyən müqavilələr bağlayırdı. Bunlar nə vaxt yarandı? Dərsliklərə qanarar verilməyə başlayanda. Əsas problem, qanarar verildi, çox gözəl. Biz fikirləşdik, keyfiyyətli dərsliklər olar. Ondan sonra dərsliklərin müəllifliyi uğrunda başladı mübarizə və s. və s. Əvvəlkindən də pis hala gəldi, düşdü. Yəni, bax, bu idarəetmə sistemindən doğru bu problemlərin hamısı. Onu həll eləməli.